Gümüş zınqırovun nağılı. Biri var idi, biri yox idi. Uzaq dağların ətəyində həmişə qarla örtülü kiçik bir kənd vardı. Bu kəndin uşaqları hər il dekabrın 31-ni səbirsizliklə gözləyirdilər. Lakin o il qəribə bir şey baş vermişdi. Yeni ilə cəmi bir neçə saat qalmışdı. Amma kəndə bir dənə də olsun qar yağmamışdı. Hər yer quru və soyuq idi. Kənd sakinləri kədərli idilər. Çünki qarsız yeni il onlara dadsız görünürdü. Kəndin ən balaca sakini olan Əkbər isə ümidini itirməmişdi. O köhnə sandıqdan babasından qalan kiçik, gümüş bir zınqırov tapdı. Babası həmişə deyirdi: "Əkbər, əgər ürəkdən bir şey istəsən, bu zınqırovu çalsan, göylər səni eşidər." Əkbər kəndin ortasındakı böyük küknar ağacının yanına getdi. Gözlərini yumub bütün qəlbi ilə kəndə sevinc və ağappaq qar gəlməsini arzuladı. Sonra isə zınqırovu bərkdən çalmağa başladı. Cing cing. Birdən göyün üzündə ulduzlar rəqs etməyə başladı. Buludların arxasından gümüşü rəngli bir işıq süzüldü. Həmin an göydən pambıq kimi yumuşaq, iri qar dənələri tökülməyə başladı. Uşaqlar evlərindən çölə qaçdılar. Böyüklər isə heyrətlə göyə baxdılar. Qar hər yeri bəzəyir, kəndi sanki nağıllar aləminə çevirirdi. Həmin gecə kənddə ən işıqlı və ən şən yeni il qeyd olundu. Əkbər anladı ki, ən böyük möcüzə insanın qəlbindəki inamıdır. O gündən bəri o kənddə hər kəs bilir ki, əgər ürəkdən inansan, ən böyük arzuların belə həyata keçər. Yeni iliniz mübarək. Ümid edirəm ki, bu kiçik nağıl sizə xoş təsir bağışladı. Bugünlük də bu qədər əziz dostlar. Sabah eyni saatda Naranın nağıllarında görüşərik. Hələlik.